Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində elə şəxsiyyətlər var ki, onların adı yalnız yazdıqları əsərlərlə deyil, həm də xalqın taleyi, milli yaddaşı və azadlıq ruhu ilə yaşayır. Belə şəxsiyyətlərdən biri də xalq şairi, publisist, ictimai-siyasi xadim Sabir Rüstəmxanlıdır. O sadəcə şair deyil, milli düşüncənin səsi, vətən duyğusunun yaddaşı, istiqlal ruhunun daşıyıcısıdır. 1946-cı ilin mayında Yardımlının Hamarkənd kəndində dünyaya gələn Sabir Rüstəmxanlı ömrü boyu Azərbaycan insanına bir həqiqəti xatırlatdı. Vətən yalnız coğrafiya deyil, dil, yaddaş, ruh və vicdandır. Onun poeziyasında torpaq sevgisi adi duyğu kimi yox, milli taleyin məsuliyyəti kimi təqdim olunur. Çünki şair üçün vətən insanın nəfəsi qədər müqəddəsdir. Sabir Rüstəmxanlının yaradıcılığı Azərbaycan insanının milli özünü dərk məktəbinə çevrilib. O, Sovet ideologiyasının sərt dövründə belə milli kimlikdən, ana dilindən və azadlıqdan danışmaqdan çəkinməyib. Çünki onun üçün dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın görünməyən sərhədi idi. Sabir Rüstəmxanlı deyirdi: torpaq necə qorunursa, ana dili də eləcə qorunmalıdır. Bu fikir onun bütün yaradıcılığının mənəvi düsturuna çevrildi. Onun şeirlərində və publisistikasında ana dili milli yaddaşın, milli ruhun və dövlətçilik düşüncəsinin əsas dayağı kimi təqdim olunur. 1980-ci illərin sonu Azərbaycanın taleyüklü günləri idi. Meydan hərəkatı başlayır, xalq azadlıq istəyir, müstəqillik arzusu küçələrə çıxırdı. Həmin günlərdə tribunada yalnız siyasətçilər yox, şairlər, xalqın ruhunu oyadan söz adamları var idi. Onlardan biri də Sabir Rüstəmxanlı idi. Onun çıxışları, şeirləri, ömür kitabı, qan yaddaşı, sağ olana dilim kimi əsərləri bir nəslin düşüncəsinə çevrilmişdi. Sabir Rüstəmxanlı kağıza yazılmalı sözləri xalqın yumruğuna çevirdi. Onun sözü artıq yalnız ədəbiyyat deyildi, milli müqavimətin, azadlıq arzusunun səsinə çevrilmişdi. Bu səs təkcə Bakıdan, yaxud onun doğulub boya başa çatdığı Yardımlıdan deyil, bütün Azərbaycandan eşidilirdi. Bu səs Sabir Rüstəmxanlını Azərbaycanın müstəqillik mübarizəsinin önündə gedən ziyalılardan birinə çevirmişdi. O yalnız yazıları ilə deyil, vətəndaş mövqeyi ilə də xalqın yanında dayandı. Əzildi, təqdim olundu, amma yerini dəyişmədi. Milli Məclisdəki fəaliyyəti, ictimai çıxışları, milli birlik çağırışları bir həqiqəti göstərirdi. Onun üçün siyasət də vətənə xidmət idi. Təkcə lokal bir dairədən onu seçənlərin deyil, bütün Azərbaycanın dərdinə səs oldu. Sabir Rüstəmxanlının yaradıcılığında türk dünyası da xüsusi yer tuturdu. O, Azərbaycanı böyük türk coğrafiyasının ayrılmaz bir parçası kimi görürdü. Bakı-Təbriz çağırışı ilə parçalanmış yaddaşı oyadır, millətə öz böyüklüyünü xatırladır, bütöv Azərbaycan ideyasının təkcə şeirlərində deyil, beynəlxalq auditoriyalarda belə səsləndirməkdən çəkinmirdi. Onun əsərlərində türk xalqlarının taleyi, ortaq ağrısı və gələcəyi yaşayır. Bu səbəbdən Sabir Rüstəmxanlı təkcə Azərbaycanın deyil, bütün türk dünyasının sevilən söz adamına çevrilmişdi. Biz bunu onun 80 illiyi ilə bağlı Ankarada keçirilən tədbirlərdə bir daha müşahidə etdik. Türk dünyası mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələrə görə müxtəlif beynəlxalq mükafatlar, o cümlədən Türksoyun fəxri diplomları ilə təltif olunub. Ömür kitabı bütöv bir nəslin milli pasportu oldu. Azərbaycan xalqının milli oyanışında, tarixi köklərinə qayıtmasında və istiqlal mübarizəsində böyük rol oynadı. Göy Tanrı kitabı tarixlə ruh arasında körpü yaratdı. Türk xalqlarının qədim tarixi, mifoloji dünya görüşü, tanrıçılıq inancı və Oğuz Xaqanın qurduğu böyük imperiyanı bizlərə tanıtdırdı. Xətai yurdu Azərbaycanın 20-ci əsr sonu milli azadlıq hərəkatından, meydan hadisələrindən, müstəqillik mübarizəsindən və müəllifin özünün də içində olduğu real ictimai-siyasi prosesləri bizə göstərdi. Difai fədailəri sənədli romanı 20-ci əsrin əvvəllərində Qafqazda törədilən erməni-müsəlman qətliamları, erməni terrorunun qarşısını almaq üçün yaradılmış Difai Gizli Müdafiə Təşkilatı və Azərbaycan ziyalılarının şərəfli mübarizəsini bizə xatırlatdı. Gəncə qapısı ilə xalqın parçalanmış, aparılmış və unudulmuş tarixi yaddaşını bərpa etməyə çalışdı. Sovet rejiminin assimiliyasiya və ruslaşdırma siyasətinə qarşı yazılmış Sağ ol ana dilim əsəri Azərbaycan dilinin qüdrətini, onun xalqla birləşən ən böyük mənəvi güc olduğunu göstərir. Bir sözlə, Sabir Rüstəmxanlının çoxsaylı şeirləri, nəsr əsərləri, publisistik yazıları və ümumiyyətlə yaradıcılığının ana xəttini vətənpərvərlik, bütöv Azərbaycan ideyası və milli mənlik şüuru təşkil edir. Onun yaradıcılığında keçmiş donmuş tarix deyil, canlı yaddaş, danışan ruhdur. 80 illik ömür yolu Sabir Rüstəmxanlının yalnız yaşadığı zamanın deyil, həm də xalqının ağrılarının,
arzularının və mübarizəsinin simvoluna çevirib. Bu ömür yolu Azərbaycan insanına milli qürur, sözə sədaqət və mənəvi bütövlük nümunəsi təqdim edir. Sabir Rüstəmxanlı üçün vətən bir tale, bir vicdan, bir ömürdür. O vətəni şeirə yox, insanların ürəyinə yazıb. Bugün Sabir Rüstəmxanlının simasında biz yalnız böyük şairi deyil, milli düşüncənin, vətəndaş mövqeyinin və mənəvi bütövlüyün canlı simasını görürük. Onun sözləri illər keçsə də yaşayır, çünki bu sözün içində xalqın yaddaşı var. Əlbəttə 80 yaş sıradan bir rəqəm deyil. Bu bir xalqın taleyinə şahidlik edən ömrün zirvəsidir. Sabir Rüstəmxanlı 80 ildir sözə xidmət edir. 80 ildir vətəni sözlə müdafiə edir. 80 ildir milli ruhu yaşadır. Və bəlkə də onu ən doğru ifadə edən cümlə budur. Sabir Rüstəmxanlı Azərbaycanın səsi ilə danışan, Türk dünyasının yaddaşı ilə yazan və vətəni sözlə qoruyan böyük bir xalq şairidir. Sözə sədaqətin, vətən sevgisinin və milli düşüncənin böyük adamı Sabir Rüstəmxanlı. 80 yaşınız mübarək. Herhalde 80 yaşta bir defa olur ve bile gecelerde bir defa olur. Sevginizi basın, gözünüz çok sağ olun.